Sabahınız xeyirli olsun değerli izleyicilerimiz. Fevral ayının 16'dır ve Beynəlxalq Maliyyə Birjasında ilk önce biz Qızıldan danışalım. Bildiğiniz kimi bugün həftənin birinci günü Beynəlxalq Maliyyə Birjasında yəni belə də vacib xəbərlər olmadığı üçün grafik, yəni ümumiyyətlə valutaların grafikləri sırf texniki analiz əsasında hərəkət edəcək. Eləcə də belə hallarda günün ikinci yarısından sonra qızıl qalxmağa başlayır. Səhər saatlarında baxmayaraq ki, qızıl yeni bir maksimum imza atdı, demək olar ki 5050'lərə qədər təqribən qalxdı. Ondan sonra $75 dəyər itirdi. Bu təbii ki, özünə yer eləməkdir, yerini elədi və yuxarı doğru istiqamətində davam edəcək axşama qədər. Əsas hərəkət demək günün ikinci yarısından sonra saat 18:00-dan sonra yüksəlişlər baş verəcək. Yəni bu yüksəlişlər əsasən yəni 5125, 5213 və hətta içi 5324'lərə qədər yüksəlməsi gözlənir. Yəni bugün alışları biz artıq dərc etmişik 4995'dən 5005'ə qədər, 5015'ə qədər, hətta 19'lara qədər ilkin qalxışlar üçün biz proqnozlar vermişik. Növbəti etapda isə qalxışlar artıq 5021'lərdən sonra gələcək. Satışlar təbii ki, alternativ senaryoda 4945'lər yadınıza gətirin. Yəni bir neçə həftə bundan qabaq biz bu haqda söhbət açmışdıq bu nöqtədən satış əməliyyatlarına. Nəysə bugün bildiyiniz kimi biz 5-ci gün Siqnal kanalında canlı olaraq yəni əməliyyatları paylaşdıq. Xəbərdən qabaq biz deyək ki, buy stop, sell stoplarını yerləşdirdik və $20 bir qalxış oldu. Ondan sonraki etaplarda yenə bir deyək ki, ümumi olaraq açılış qiymətindən sonra $30-40 bir yüksəliş baş verdi. Demək olar ki, hardasa 5044'lərə qədər getdi. Bizdə isə alışlar 4970'lər, 80'lar idi. Nəysə, biz bunu YouTube kanalında paylaşmışdıq, baxa bilərsiniz. Keçək biz digər cütlüklərə, təbii ki, gümüşdən söhbət gedir, alışlar 75-500'lərdən də, satışlar 74'lərdən də. Bitcoin'e gəldidə isə Bitcoin'da 69200'lərdən alış, 67600'lərdə isə satışlardır. Neftə gəldidə isə neft isə 6820'lərdə alışlar, 6770'lərdə isə satışlardır. Funtun dolar rəqabəti 1.36 500'lərdən alışlar, 1.36 250'lərdən isə satışlardır və nə üçün take profitləri hara qədər qalxacağı haqqında məlumat vermirəm, çünki vaxt azlığında biz bunu Telegram Siqnal kanalında müəyyən edirik canlı olaraq qrafik üzərində. Evron dolar rəqabəti 1.18730'lar və satışlar isə 1.18500'lərdə. Nasdaq, S&P, Dow Jones və DAX-ları gəldidə isə DX bunlar gəldidə isə bunlar bu həftə yuxarı doğru artıq qalxışa başlayırlar, yoxsa başlamazlar. Bunu artıq 3-cü gündən sonra bəlli olunacaq, bəlli edərik və sizə məlumat verir. Biz bəlli etməliyik, bazar bəlli edir, biz sizə məlumat veririk. Belə əzizlərim, həftəniz xeyirli, ruzlu, bərəkətli olsun. İnşallah görüşmək ümidi ilə, sağ olun.